Moskvanın intensiv dron hücumlarına məruz qalması Rusiyada yaşayan Azərbaycanlıların ölkəyə qayıtması ehtimalını yenidən gündəmə gətirib. Eyni zamanda Rusiyada yanacaqla bağlı problemlərin yarandığı, iri şəhərlərdə benzin növbələrinin müşahidə olunduğu bildirilir. Qlobal infoza danışan politoloq Tofiq Abbasov deyib ki, hazırki mərhələdə Rusiyada vəziyyət insanların kütləvi təşvişi yaşayacağı, məskunlaşdıqları əraziləri tərk etməyə və ya məcburi köçkünə çevrilməyə məcbur olacaqları həddə çatmayıb. Stat: Əlbəttə, hər hansı şəhərə və ya yaşayış məntəqəsinə hücum edilirsə, həmin ərazidə yaşayan bütün insanlar kimi Azərbaycanlılar da risk altındadılar. Dağıntılar, müəssisələrin fəaliyyətinin dayanması, enerji və yanacaq infrastrukturuna zərbələr insanların həyatına təsir göstərir. Lakin bu təsirlərin hələlik insanların kütləvi şəkildə yaşayış yerlərini tərk etməsinə səbəb olacaq səviyyəyə çatdığını düşünmürəm. Müasir müharibələrin xarakteri də fərqlidir. Daha çox hava hücumları, dronlar və raket zərbələri ön plana çıxır. Bu hücumlar ciddi təhlükə yaratsa da, klassik cəbhə döyüşlərində olduğu kimi geniş miqyaslı əhali köçünə səbəb olmur. Hazırda Rusiyada hakimiyyət tərəfindən kütləvi təxliyələrin həyata keçirildiyini də müşahidə etmirik. Məhz buna görə də Rusiyada yaşayan Azərbaycanlılar vəziyyətin çətinləşdiyini qəbul etsələr də, bunun daimi və geri dönməz bir proses olmadığını düşünürlər. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.